Özümə qəşəng inəklər alacam, malqara otaracam. Otarmayacam, niyə otarıram? Bizim inəklər özü yolu bilir, gedib otlayıb gələcək. İnəyi otarmağa ehtiyac yoxdur indi. Qabaqki dövr idi o. Nə oldu bəs? Yol bilmir. Hazırlaşıram da deyən ona büdcə lazımdır. Kənddə yaşamaq üçün mənə 100.000 dollar lazımdır. Siz elə bilirsiniz, kənddə yaşamaq havayıdır. 100.000 dollar rahat lazımdır. Bir ferma qurum, o fermanın qoyunu, quzusu, cücəsi, bir-iki otaqlı da balaca bir dam düzü qaralayım və mən orada istədiyim kimi yaşayayım. Sanuzelim, jacuzzim, panorama. Panorama, bəli. Nə gözəl, 2 otaqlı damda jacuzzi də istəyir. Bəli. Və inan ki, onu mən eləyə bilərəm, özümdə o gücü görürəm. Çünki mənim seçdiyim torpağın, seçdiyim yer dağ mənzərəsidir. Dağ. Orada o ev qapalı ola bilməz ki, o ev panorama olmalıdır. Başa düşürsən? İnəklər harada olacaq? O evin hansı tərəfdə olacaq? İnəkdən gözəl panorama var. Elə onlar da orada otlayacaq, mən də çiməcəm məsələ, istirahət edəcəm.